Bir neçə gündən sonra pambıq sahələrinin sığortalanmasına start veriləcək. Bura dolu, sel, su basma, qasırğa, leysan yağışlar və sair hallar aiddir. Belə hallar olub ki, fermer pambığı əkib, sığortalamaq fikri var, istəyir, vəsaiti də var sığortalanmaq üçün, amma nəyə görəsə, hansısa səbəbdən bunu ləngidir. Nəticədə hadisə baş verir, həmin vaxtı fermerin sığortası olmur və onun zərərini qarşılamaq olmur. Pambıq sahəsinin sığortası, sığorta haqqı o rayondan asılı olaraq dəyişir. Hər rayon özünün iqlimi var, sonra pambıq sahəsinin özünün məhsuldarlığı var, o məhsuldarlıq göstəricisidir. Amma ortalama demək olar ki, hardasa 3500 manat ətrafında məhsul gözlənilən pambıq sahəsinin sığortalanması 22-23 manata başa gəlir. Bu əslində yığılan pambığın qiymətinin heç 1% də deyil. 1200, 1300, 1500, 1600 manat bir hektara becərilməsinə vəsait gedir. Onun cəmi 22-23 manat da əlavə edib bütün bu əziyyəti sığortalamaq olar ki, sonra necə deyirlər, bir hadisə baş verində alsınlar. Yəni artıq biz mart ayından pambıq üzrə ödənişlər də başlayır. Mütəxəssislər deyir ki, digər bir vacib məsələ pambığın vaxtında əkilməsidir. Pambıq üçün vacib olan vegetasiyasını tamamlamaq üçün orta faydalılıq temperaturu ötən il yetərli olmadı. Yəni 1500-ün üzərində olmalı idi, lakin biz 1380-1380-a yaxın belə bir orta faydalılıq temperaturu yarandı və may ayının ortasında, mayın axırı əkən fermerlərdə ciddi problemlər yaşandı və onunla bağlı düşünürük ki, bu il fermerlər əkin müddətini ciddi rəayət eləsələr, xüsusilə aprel ayında əkinləri tamamlasalar, əlbəttə ki, hava şəraiti, torpaqda olan 16 dərəcə temperatur imkan versə daha gözəl olar. Çox istərdik ki, soxuya qarşı aparılan eyni ilə mübarizə liqusa qarşı aparsın. Xüsusilə poza formalaşması dövründə liqusun vurduğu çox böyük ziyanı müşahidə edirik və fermerlərimizdən çox xahiş edirik ki, buna da diqqət alsınlar.